Ramazan ayı ayların ən şərəflisi. Qədr gecəsi gecələrin ən fəzilətlisi. Bu gecə ən əsas məsələlərdən biri budur ki, Allahın bizə verdiyi iki ağır əmanətə təvəssül eləyə bilir. Biri Qur'an-ı Kərimdir, biri də Əhl-i Beyt. O şəxs ki, Qur'anı başına qoyur, Qur'ana təvəssül eləyir. Deyir ki, Allahümmə bihaqqi hazəl Qur'an. Allah, sənin dərgahına Qur'anı ilə gəlmişəm. Bi Əliyyin, bi Fatimətin, bil Həsəni, bil Hüseyn və Əhl-i Beyti tək-tək Allah dərgahına vasitə qərar veririk. Məsələ vasitə qərar vermək deyil tək. Qur'anı başıma qoyuram, deyirəm ki, Allahümmə bihaqqi hadəl Qur'an. Mən həqiqətdə Allah dərgahına Qur'an və Əhl-i Beytlə gəlmişəm, istəyirəm Allaha deyəm, İlahi, 14 əsr bundan qabaq Peyğəmbərin vasitəsilə bizə çatdırdın. Dedi ki, inni tarikum fikumut təqəlin kitabəllah və itrəti. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Biri Kitabullahdır, biri də mənim Əhl-i Beytimdir. Və in təməssəktum bihima, əgər onların ikisinə bir yerdə təməssük etsəniz, lən təzillu əbəda, heç vaxt yolunuzu azmazsınız. Qədr gecəsi. Demək istəyirəm ki, İlahi, bu əzəmətli gecədə mən istəyirəm elan eləyəm, 14 əsr bundan qabaq mənə göstərdiyin xəttiyəm mən. Mən Qur'an və Əhl-i Beyt xəttindiyəm. Bu xətt dünya və axirət səadəti xəttidir. Əgər dünya, axirət səadətini istəyirsinizsə, bu iki əmanətə elə möhkəm yapışın, day ayrılmayasınız onlardan. Bilirsiniz nə qədər insanlar bu xəttdən kənar olub, bədbəxt olublar dünyada və axirətdə. Bu xəttdən yan keçiblər, rüsvay olublar dünyada və axirətdə. Düşüncə mühümdür. Bu gecəki gecə mənim sözüm budur. Mən istəyirəm deyəm, Əhl-i Beytin yolunu deyəm, Qur'anın yolunu deyəm. Qədr gecəsi Səqələyn hədisinin təcəssümü gecəsidir. Ki, inni tarikum fikumut təqələyn, mən sizin aranızda